Salam dostlar, sabahınız xeyir. Bu günləri tura gedirəm. Birinci dəfədir bu qrupla gedirəm. Bacım da gedir mənimlə. Yığışırıq saat 7-də McDonald's Narimanovun önündə. İndi saat artıq hardasa 10 dəqiqə qalıb 7-yə çatıram. Səhərlər tənbəllik edirik, amma görün nə gözəldir. Həm hava gözəldir, təmizdir, həm də sakitlikdir. Səhərlər çıxıb gəzmək çox gözəldir. Amma durmaq çox çətindir yuxudan. Çoxdur sprinterlar. Bizim sprinter elə yoxdur deyəsən, amma yəni buradan yəni çox yəqin yerə buradan yığışırlar turla, baxın. Yolun kənarında qayalı market. Deyirlər ki, burada hər şey ucuzdur. Baxın, görək ucuzdur mu? Ha, Taran, neçəyədir ki bu alça şəhərdə? 6 manat. Da, burada 8.32. Deyirlər, çox böyük marketdir və çox adam var burada. Bütün yoldan keçən avtobuslar saxlayır. Bura Şamaxadır. Qayalı market. Qabqacaq da var. Qiymət malın üzərindədir. Bu sabundur, baxın nə qədər. Qiymətlərə baxın. Maraqlıdır. Şimdi aşağıda biz burada göllere bakarız, baklarız. Ha. Sizde şunur uzunuysa, onu ben onu takım, o uzunsa eybi yok. Biraz çekir ama sizden. Tamam. Burada səhər yeməyinə dayandıq.
İsmayıllı'da Asma Körpü'ye gelmişik. Bir yerde burada otlar da satılır. Edviyatlar, otlar. Ve Asma Körpü de buradadır. Burada var falan. Nazik belə Asma Körpü. Zernava kənd körpüyə 5 nəfərdən artıq şəxsin çıxması qəti qadağandır. Baxaq. Gözləyirlər hamısı bir-birin. Oradan gələn, buradan gedən. Belə bir körpüdür. Asma Körpüyə gedirəm sizin üçün, əziz izləyicilərim. Risk edirəm. Baxın, nə gözəldir. Tərpənir, düzdür tərpənir, yellənir, amma yəni yenə də Allaha pənah. Ay, bura biraz qorxuludur. Bura Qəndov kəndidir. Və bu Asma Körpünü də 97-ci ildə tikiblər. Məhz burada kəndə keçmək üçün kəndi birləşdiriblər yolla. İndi artıq kənd cəmaatı bu yoldan istifadə etmir. Çünki artıq maşın yolu var. Bu yolda bax belə turistlər üçün keçid də 2 manatdır, onu da deyim. 2 manat. Biraz bura çox yelləndir. Keçdim. O tərəfdə də bacım baxır, yəqin məni görmür. Keçdim bu körpüdən. Burada yuxarıda çay da var. Çay dəstgahı, turşu satırlar. 5 manata satırlar turşunu. Bu. Bakalım çörek ne var orada? Alça turşusu var burada. Burada çay dəstgahı, çay içə bilərsin. Burada başqa. Ora girmək istəyirsiniz. Oy, bir dəqiqə mən qalxım. Keçin, mən getməyəcəm. Burada satırlar belə. Burada da oturub çay içə bilərsiniz. Qəşəng əsil samavar çayı. İyi də qəşəng gəlir. Orada yol artıq deyir təhlükəlidir. Yəqin kənd cəmaatı sonra oradan gedirdi. Belə otlar satılır. Все, давайте. Ничего, пойдемте. Gedirik, geri qaydırıq. Bacım əl eləyir. Bakın ne güzeldi. Güzellik aldım 1 manata. Burada her şey var. Bak o çay var. Gümüşü cıqcıqada. Çok dadlıdır. Sibir'den gelir. Fruktova yağıdlı çay yazılıb üstünde. Burada bilmirəm neçəyədir. O biri tərəfdə stakanı 5 manata verirlər. Bunun da istəkanını 1 manata verir. Bilmirəm ki. Bu nədir ki xala, mən bilmirəm Bu bunu. elə bir nə bilim tuş dəmləyirsən. Turş olur. Dar o qədər yaxşı bilmirəm. Stakanı 50 qəpik çay.
O 2 manat. Burada da el işləri satılır. Ramaşkadır gülüm baxar. Əlində gözləyir. Bir tərəf çıxmır adamı. Bax ora götürməcəm. Verəcəm. Neçə istəsən? Burada da maska. Öyle çay da var. Yine var. Neçədir ama? Camın kokuluyor. Damaşka. Ay iyi geldi qəşəngdir. Yox, başqadır bu deyəsən. Bu nə çayıdır? Bu da Sibirdən gələndir, yoxsa? Acılar çay. Bu sumaq var. Dağ sumaq. Sumaq. Nə sumaq? Gəlin. Varımdır. Qvazdika bax, gör necədir bax. Qvazdika qəşəng olar. Balacası bahadır, şəhərdə şeydə satırlar, balaca paçkalar. Gör neçə verir? Mən sevirəm qvazdika. Yaxşıdır. Kənd cəmaatı bilir də, bax bu görsən nəyinsə kötüydü, nədir? Maraqlıdır, nə bilim. Belə bir yerdir burada. Gəlmişik bura. Burada çay içəcəyik və burada şəlalə var. Şəlaləyə gedirik. Biraz piyada getməliyik şəlaləyə. Hava təmizdir, qəşəngdir, hə. Adamın imkanı olar, tez-tez çıxa şəhərdən. Adamın gözləri dincəlir. Bura çox sürüşkəndir daşlar. Mən də krasovka geymişəm, sürüşkəndir. Vay vay. Bilmirəm. Bura gələn krasovka geyinməyin. Belə lazımdır, altı biraz bərk ayaqqabı, batinka falan. Burada bilmirəm, mən gedə bilərəmmi? Çox sürüşkəndir. Hadi sapasın. Mənim ayaqqabım sürüşkən olduğu üçün biraz qorxuram burada getməyə. Bunun içindən gedərdim, amma ayağımda yaş olacaq, bilmirəm nə edeyim. Dostlar, getmək də istəyirəm. Tarana, будешь здесь ждать? Не иди одна обратно, я иду по воде. İstanacaq da, axşam da soyuq olar, hə? Soyuq olacaq ayağıma. Ben bunu ettim dostlar. Ben keçtim. Konstantin mənə kömək elədi. Və bir xanım. Burada niyə belə zibildi? Konfet o kadar. Kim yiyip burada? Burada artık rahattı. Çok çətindir yollar. Kıdan yedir, kıdan alıyor. Doğru çıkmak lazımdı. Там вода наверху? Burada çok çətindir keçmək. Daşları düzdük, qalan qrup üzvlərimiz də keçdi. Taxtayla asa kimi istifadə edib daşları qoyduq.
Hamısı o qədər də yəni ayaqlarım yaşı olmadı. Yaxşıdır. Hələ hamı keçməyib. Buradan da yəni ki bilmirəm şəlalə hardadır. Başqa bir dənə belə aktivini keçid olsa bilmirəm. Keçə biləcəm yoxsa yox. Gedirik dostlar. Bu daşlar hamısı bu qayalardan tökülüb. Vay vay. Orada yenə də belə suyun içi ilə keçməliyik. Görək şəlaləyə dəyərdimi? Bu qədər mən çətinliklə gəldim. Aa, burada görsənir. Bu şəlalə. Baxır gəlir. Görsünüz necə çətindir. Baxın necə çətindir. Məncə ora keçməyə ucu dəyməz. Yəni düzdür orada şəkil falan çəkdirirlər, amma yəni yol yoxdur, çox çətindir. Baxın dostlar, nə qədər çətindir burada. Deyirlər çıxmaq asandır, düşmək daha çətindir. Siz də mənim əməyimə qiymət, zəhmət olmasa videonu bəyənin. Paylaşa da bilərsiniz sosial şəbəkələrinizdə və kanala da abunə olun. Çox sağ olun. Bilmirəm, gedim mən yoxsa yox. Конечно, проходите. Mən elə fikirləşirəm. Düşmək çətindir, qalxmaq olar. Dostlar da oradan da təhlükəlidir. Çox sürüşkəndir. Ya ona görə mən ora yəqin çıxa bilməyəcəm. Qəşəngdir. Yayda su az olur. Yayda yəni suyun içi ilə də keçmək olar. İndi biraz ayaqlarımız soğusa sonra çətindir. Ona görə getmirik daha. Yayda deyirlər ki, çayda su azalır və yayda ayaq yalın da çayın içi ilə keçmək olar. Amma diqqətli olmaq lazım. Baxın, şüşə qırıntıları, baxın. Yəni bunu niyə bura sındırıb atıblar? Biraz diqqətli olmaq lazımdır. Değişiktir. Spreyli çekim. Yüzünü var mı? Amanatı bir müsait. Sapa gibi var. Çox çətindir, amma biz keçdik. Müəyyən bir yer var. Грязно. Мы все грязные. Сейчас там будем чиститься. Dostlar, mən artıq düşdüm. Çox çətindir. Qəndov şəlaləsi. Bugün 9 maydır. 2026-cı il. Burada yaddaşda qalsın. Burada belə istirahət yeridir. Bizimkiler oturup Sen çekmeyeyim. Sen istemirsen. Niye çekildin dala? Gelmişik Xan Bağı adlanan bir yere burada yemek yemeye.
Qızıldərə restoranı danışmışdı bizim tur rəhbəri. Amma onlar dedi ki, gəldilər ki, biz hazır deyilik, ya yer yoxdur. Amma deyir tur rəhbəri ki, mən dünən zəng vurub danışmışam. Deyiblər ki, bu gün də gərək zəng vurardınız mütləq. Yəqin başqa qrup olub, bəlkə daha böyük onları götürüblər. Biz isə gəldik bura. Xanbağ restoranı. Neler var? Gladiolusu oxşur. Где хотите? Да, да, да. Давай посмотрим. Только 6 человек вместе, да, по 6. Nədə baxır diqqətlə. Çox qəşəngdir. Böyük teritoriyası var və çox baxın, ay tarana bax, qartallardır. Kurşun kartalın gelir olmaz. Biraz bulak kadardır. Olmur, bax, bax. Bilmirəm. Aradan. Ya, qoşadılar. Çox qəşəng uçurlar. Burada balıq tuturlar. Balıq var, bax, balıq tutana. Bisetkaya bax. Bu birinci. Demək ki var. Burada da su səsi gəlir, amma görsənmir. Çox böyük bağdır. Xan bağı. Burada nəsə görsənir, su axır belə. Bax. Bu suyun səsidir. Sarı çiçəklər. Burada keçməyə yol heç bilmirəm. Çox o qədər sıxdır ki. Buranın cəmaatı yəqin tanıyır onları. Burada tüntü, bakın. Bulutlar. Burada hatta dikkatle baksanız bakın. Bulutlar şekilde görmüyorlar. Bakın çoban yastığı ne kadar geçenktiler. Zərif. Bu güller de geçenkti. Renkleri görene güzeldi.
və mayın 9-u. Baxın, necə qəşəng hava idi və belə birdən-birə hava çöndü. Biz də güya burada yemək yeyirək. Yeməklərimiz gəlib, amma ki bilmirik elə ki tam gəlmir. Bizim yemək gəlmir. Burada Şamaxıda gəlmişik çay içməyə, kafe Savalan və burada həm də mağazadır. Çay üçün özünüzə şirniyyat ala bilərsiniz. Göstərəcəm sizə. Burada areşki. Burada görürsünüz belə ruletlər var 3 manata. Belə Bozlu halvacı Akif Şirniyyat evi. bu da Banu şirniyyat evi. 3 manat. Götür də, sveji də datasına bax. Hansıdır tarix? 06, 2 дня назад. 3 дня назад. Bax görürsünüz, daha svejisi var. Bax bura. Belə də var. İçkilərdir. Belə yerdir. Bizi bamiye de var, gel bak. Ha, yaxşı. Айди рогалики с чем? Посмотри. Miting. İçeride görmemişim. Şu rayonlarda elə şeyler getirirler. Vipsi. Karabağ. Ne kadar iyi.